Salam qızlar, sabahınız xeyir. Kanalıma xoş gəldiniz. Deməli, axşam belə bir saç sosisi ilə saçımı şəkilləndirmək istədim. Digəri ilə həmişə eləyirdim, amma bunu ikinci dəfə də eləyirəm. Ümid edirəm ki, sabahlar çox möhtəşəm saçlar əldə edərəm və saçımı bu şəkildə yuxarıdan toplayıram. Çünki toplayanda daha rahat olur. Tək başına elədiyim üçün və gördüyünüz kimi qollarım qısa olduğu üçün çox da uzanmır. Və bir neçə dənəmədən sonra artıq bacarıram və saçlarımı yuxarıdan topuz şəklində edirəm ki, bunu belə aşağıdan yuxarıya doğru, yəni videoda gördüklərim o idi. Sonra isə bəyənmirəm, təbii ki, yanlış olduğunu düşünüb yenidən YouTube açıb baxıram və orada necə etdiklərinə. Sonra isə bu şəkildə edənlər var idi. Dedim bu şəkil daha rahatdır, bu şəkildə edim. Təbii ki, bunu bir neçə dənəmə sonrası aldı və gedirəm yatmağa. Sabahınız xeyir, gününüz xoş uğurlu keçsin. Mən gəldim artıq. İndi saç soslarını birlikdə açırıq. Bu axşam yuxarıda qoyduğum isə sizə axşam etdiyim, sizdən sonra bir neçə dəfə daha dənədim və sabah oyandım, saçım bu formadadır. Bütün saç dağınıq formadadır. Gördüyünüzdən qorxmayın. Açıram, amma təəssüflər olsun, ilk başda heç bir şey anlamıram. Deyirəm ki, əşi dağdan da düzələcək. Amma görünən odur ki, düzəlməyəcək və saçlarımı açıb bitirdikdən sonra əlimi biraz yağ tökürəm və saç yağı daha doğrusu yumşaldıcı onunla düzəltməyə çalışıram. Ancaq düzələcəyini zənn eləməyərək çox üzüldüm açıqcası. Yəni belə gözləmirdim. Bu formada olacağını da gözləmirdim. Çünki digər saç şeylə eləyirdim, belə olmurdu. Nəysə, siz dənəyib alansa mənə də bildirin necə etdiyinizi öpürəm.